Hamımız istəyirik ki, hər şeyimiz olsun, ancaq o hər şey üçün hər şeyimizi qurban vermirik. Öz karyeranda, öz yolunda pikdə olmaq istəyirsənsə, çox şeyi qurban verməyə hazır olmalısan. Saatlarını qurban verməyə hazır olmalısan, istirahətindən kəsməyə hazır olmalısan, yuxundan kəsməyə hazır olmalısan. Həzz aldığın bir çox şeylər var, ondan kəsməyə hazır olmalısan. Hobbilərindən vaz keçməyə hazır olmalısan. Yaxın adamlar var, onlarla söhbət eləmək, çayxanalar, tində durmalar, nə bilim sosiallar, bunlar insana zövq verir. O dopamin bizdə işə düşür də. Qısa müddətli həzlər uzun müddətli həzlərdən daha effektivdir. Çünki uzun müddətdə necədir? Mən 1000 kilometr gedəcəm, 3 gündən sonra çatacam mənzilə və orada həzz alacam. Onun yerinə elə 1-2 dəqiqəlik həzlərlə mən kifayətlənirəm və nəticədə də mən uzun müddətli bir uğura gedib çata bilmirəm. Bu ciddi problemdir. Müasir dövrün insanlığın problemidir və nəticədə cılız bir cəmiyyət yaranır, inkişaf etməmiş bir cəmiyyət yaranır və bir çox rahatlıqla çata biləcəyimiz nəticələrə bizlər çata bilmirik. O qədər indi tənbəllik çoxalıb ki, yüngül hərəkətlə bu dəqiqə qabağa çıxa bilərsiniz. Yüngül hərəkətlə, belə bir xırda hərəkətlərlə çox öndə olarsınız.